filmlərə baxırız. Adam nə qədər istəyir danışmaya, belə bağırı çartlayır, rast gəlmir. Yəni nə mənə bu sözlər? مردم برنج شما رو نخرم میخواین چیکار کنیم برنجو؟ دولت شورای قیمت گذاری مسبب کرد با این قیمت بخره بریزه دریا. آقا خب من آقای پیشور این چه مدل گفتگوی دولت بخره بریزه دریا؟ الان Görürsüz, razıdırlar suya tökələr, çölə tökələr, bəli mərduma aşağı qiymətə verməyələr. Gəlib bu sözü də deyirlər, ələnə. Yəni ağa biz sizi hesaba salmıyıq. Bir ərzişiniz yoxdur. Düzgünü depo eləyibsiz, icazə verməyirsiniz gələ bazara. Qalıb yağışın altında, suyun altında. Deyirsiniz də ağa, dediyinizə də əməl eləyirsiniz. Ağa suya veririk, sizə vermərik. Ya karşınaz gətiribsiz televizyona yol göstərir. Bu da onun sözüdür. میتونیم به جای برنج جو بخوریم؟ من توصیه میکنم الان که از نظر قیمت یه مقدار برنج گران هست مسلما جو میتونه کمک میکنه که نسبت به خواستش الان ارزان غذای کافی دارد، نه اینکه غذا نیست. پس میتوانیم یکی از برنامه‌های سبد غذایی روزانه جو باشه. مگه میشه همیشه برنج باشه؟ مصرف رو کم کنیم، نان کمتر بخوریم. نمیگم نان نخوریم، نان به اندازه بخوریم. Məncə həmişə باید برنج بخورید. Bu qiymətlə gücü almalıdır, برنج almalıdır. Tapa bilməyir day mərdum, şərməndədir xanavadəsindən. İsti yerdən səsün gəlir. Ya nan kəm bxorid, bir əndazə bxorid. Kim əndazəsindən izafə çörək yeyə bilər, nan yeyə bilər? Çert-pert danışırsınız. Bizi nə hesab eləyibsiniz? Nə qədər bizim ərzişimizi, şəxsiyyətimizi sındırırsınız?